Salam dəyərli müəllimlər, axşamınız xeyirli olsun. Bu gün müəllimlərin işə qəbul imtahanında bu il istifadə edilən belə bir test nümunəsinin izahını bildirəcəm. Sualın şərtində qeyd edilir. İqlim diaqramının aid olduğu iqlim yarımtüpü üçün səciyyəvi xüsusiyyətləri müəyyən edin. İqlim diaqramımıza baxdığımız zaman görürük ki, qış aylarında təbii ki, yəni 9 və 11 və bir də 1-ci aylarda yağıntının miqdarı daha çox, isti aylarda iyun və iyul aylarında isə yağıntının miqdarı nisbətən daha azdır. Biz buradan müəyyənləşdiririk ki, yay ayları isti və qurudur, qış ayları isə mülayim və rütubətlidir. Həmçinin temperatur nəzərə yetirsək görərik ki, temperatur 0 dərəcədən aşağı enməyib. Deməli qış mülayim olur. Temperatur təxminən 3 dərəcədən 20 dərəcəyə qədər yüksəlib. Deməli bu ərazi yayı quraq keçən mülayim isti iqlim tipinin yayıldığı bir bölgədir. Və əgər 1402 mm yağıntıdan söhbət gedirsə, bura Lənkəran təbii vilayətinə aiddir. Deməli, bizdən iqlim yarımtipi olaraq yayı quraq keçən mülayim isti iqlimə aid olan xüsusiyyətlər soruşulur. Bir də qeyd edilib, yayıldığı bütün ərazilərdə sitrus meyvəsi də inkişaf etmişdir fikri yanlışdır. Bildiyimiz kimi, sitrus meyvəsi sadəcə Lənkəran ovalığında inkişaf etmişdir. Lakin yayıldığı bütün ərazilərdə deyil. Bu iqlim tipi Böyük və Kiçik Qafqazın cənub-şərqində rast gəlinir və bu ərazilərdə sitrus meyvəsi də inkişaf etməmişdir. Bir yanlışdır. 2-də qeyd edilib, Pirsad çayın su toplayıcı hövzəsində rast gəlinir. Bildiyimiz kimi Pirsad təbii ki, Böyük Qafqazın cənub-şərqində yerləşdiyi üçün və Böyük Qafqazın cənub-şərqində bu iqlim tipi olduğu üçün 2 doğrudur. Üstə qeyd edilib, aid olduğu iqlim tipinə Qanı-Xəyirsayda və Qusar mayı düzənliyində rast gəlinir. Aid olduğu iqlim tipi mülayim isti iqlimdir və Qanı-Xəyirsayda müvafiq olaraq qışı quraq keçən mülayim isti iqlim, Qusar mayı düzənliyində isə yağıntıları bərabər payından mülayim isti iqlimə rast gəlinir. 3 də doğrudur. 4-də qeyd edilib, aid olduğu iqlim tipinə Qubadlı və Xocavənd rayonlarında rast gəlinmir fikri yanlışdır. Xocavənd rayonunda rast gəlinir. 5-də qeyd edilib, yayıldığı ərazilərdə intrazonal landşafta rast gəlinir. Bildiyimiz kimi intrazonal landşaft yeraltı suların yer səthinə yaxın yerləşməsinə əlaqədar yaranır. Respublika ərazisində Lənkəran ovalığında intrazonal landşafta rast gəlindiyi üçün 5 doğrudur. 6-da qeyd edilib, Respublikamızın ən uzun kanalının sahilində bu iqlim yarım tipinin aid olduğu iqlim tipinə rast gəlinmir. Respublikamızın ən uzun kanalı bildiyimiz kimi Samur-Abşeron kanalıdır. O müvafiq olaraq Samur Dəvəçi ovalığından cənub istiqamətində axaraq Abşeron yarımadasına tökülür və axımı boyu iqlim tipi mülayim isti iqlimdən keçir. Rast gəlinmir fikri yanlışdır. Deməli, bizdən doğru xüsusiyyətlər istəndiyi üçün bizim doğru cavabımız oldu 2, 3 və 5. Yəni B variantı.